bugün səhər getmişəm. Deyirəm ki, siz mənimlə oyun oynuyorsunuz. Şirkət bizi yola salmır. Onu götürüb yuxarıdan elə güppultu ilə vururlar ki, sən ev necə sirkələndi? Qırğın qəyamat elədi. O benzin zad götürdü, özünü öldürmək istədi. Əsas Afiq müəllimdir. Gününüz xeyirli olsun dəyərli izləyicilər. Bir vətəndaşın şikayəti üzrə Statinfo olaraq həmin əraziyə gedirik. Problem odur ki, tikinti şirkəti Nizami City şirkətin adı belədir. Vətəndaşın evini mühasirəyə alıb. Vətəndaş heç ara tərpənə bilmir, dörd bir yanı hasarlanıb. Vəziyyəti özünüz görəcəksiniz. Hər tərəfində bina tikintisi gedir. Cəmi bir ev qalıb və başımızın üstündə də dəhşətli bir mənzərə var. Kranı görürsünüz. Kran evin üzərindən işləyir, sağa, sola işləyir. Demək dəyərli izləyicilər, siz də görürsünüz. Tikinti aparılan ərazi bax təxminən 3-4 addımlığındadır və ev də budur. Yəni burada tikinti gedir, burada isə yaşayırlar. Yəni bu nə dərəcədə tikinti normalarına nə dərəcədə uyğundur, bax onu anlaya bilmirəm. Bu evin tinindən bax ora qədər elə bir ailə yaşayırdı burada. 11 ailə yaşayırdı. Bu yüzdə də bir həyət idi, 160 gedirdi. Bax buradan bunların yarısına qədər. Elə bil bu bir həyət idi bizim yaşadığımız. 11 ailə yaşayırdı orada. Yolumuz budur. Bunun altı boşluqdur. Orada iş gedir. Kranla sirkələnir. Bax, hamısı uçub, dağılıb, tökülüb, nə vəziyyətdədir. Bütün qışı biz burada olmuşuq. Oradan bütün qar yağanda, yağış yağanda hamısı bura suyun içində olur. İndi bu vəziyyətdədir. Yağış olanda buracan suyun içində, bunlar da hamısı qopur düşür. Bizim yolumuz əvvəl oradan idi. Bunu qaldırırlar bunu kranla. Fırrada bəzən elə olur ki, o tərəfə aparırlar, evin üstünə. Bu dəmirlər. Bəli. Bəli, o dəmirləri bir də o balonlar. Gündə 3 dəfə insülin vururam mən, şəkər xəstəsiyəm. İndi çıxanda göstərəcəm sizə. O günü kranı necə oradan qaldırırlar, içində o kislorod balonları da, o sıvarka üçün. O balonları qaldırırlar. Mən də oradan keçirəm. Mən gündə zibil aparıram, atıram. Bu mənim əvvəl yolum buradan idi. Onu da göstərəcəm sizə. O yolu kəsdilər, buranı bağladılar. Güya mən fəhlələri görməyim. Halbuki indi fəhlələr mənim evimin için görür. Mən onları görürəm. Qışqırtsın, bax. Götürürlər, taxta götürürlər, adicə taxtanı. 2 nəfər götürün oradan qoyun. Onu götürüb yuxarıdan elə güppultu ilə vururlar. Deyir ki, gəlin sizə kvartirant pulu verim. Gedin hələlik yaşayın orada. Biz burada işimizi görək. Sonra vaxt gələndə biz sizi yola salarıq. Mən bu evimi qoyum, hara gedim? Necə yola salaq yəni? Güya ki, onda mən sənin tələbu yerinə getirərəm. Sən ev necə sirkələndi? Durduq, qaçdıq, elə bildik zəlzələdir. Çıxdıq, gördük ki, evin dalından, oradan. Kran üçün yer qazırlar. O yekə kranı gətirməlidirlər. Biz qoymamışıq. Qırğın qəyamat elədik burada. İndi oranı da göstərim. Çıxdıq, gördük. Bu qışqır bağır elədi, dedi, bura kran girməyəcək. Bizi çağırdı güya çağırığa. Bu nə bilim, bura zad tökəndə bu benzin zad götürdü, özünü öldürmək istədi. O dərəcəyə hətta çatdı. Polislər gəldi, benzini aldılar, apardılar. Dedilər ki, lazım deyil. Ya gedək siz şikayət verin, adı nədir, firmadan. Mən dedim, getmirəm. Mənim orada ürəyim getdi. Oğlum mənə dedi ki, o polis işçisi, ana deyir, sənin ürəyivə qurban olum ki, bu boyda əziyyət çəkirsən, amma şikayət eləmək istəmirəm. Mən indiyənə qədər heç yerə yazmamışam, oğlum, heç yerə deməmişəm. Demişəm, bəlkə insafa gələrlər, məni köçürdülərlər. Kimdən görüşürsünüz orada siz? Hə? Kimdən görüşürsünüz? Yəni gedəndəki, məsələn... Bizi o Afiq müəllim özü qəbul edib, şirkətin rəhbəri. Afiq. Afiq. Hə, imişli iş adamdır. Bəli. Mən öyrənmişəm. Axırıncı. Bəli, indi demirəm, abeddədirlər. Onların səsin köyün qışqırdı. Bax, burada tikintidir. O gün demirəm, oradan keçəndə kran içi, o zadın içi, dəmirin içi qaldırırdı. Az qaldı mənim başıma düşsün. Bunlar qışqırdı. Nəysə, onda onu zədələyiblər. İndi baxıram, yenə o biraz da düşüb aşağı. Bugün səhər də 1-2 dəfə bundan qabaqda oldu. Səhər durursan, əl-uzu yumağa gedirəm, görürüm, suyum gəlmir. Gedirəm, deyirəm ki, bugün səhər getmişəm. Deyirəm ki, siz mənimlə oyun oynuyorsunuz. Mənim suyumu niyə bağlayırsınız siz? Mən burada yaşayıram da hələ. Mənim suyumu sən niyə bağlayırsan? Mənim xəbərim. Deyirəm 15 dənə sənin burada kameram var. Aç bax gör kimdir də mənim əsəblərimlə oynayan. Mənə sataşan kimdir? Açmışam o krantı oradan, su gəlib. Üstünə indi gedib bir dənə belə taxta kimi nəsə. Məqsəd nədir yəni? Bilmirəm, bizi bezdirirlər ki, biz buradan çıxaq gedək. Dəyər dəyməzinə nə olur olsun, biz çıxaq gedək.
Biz istədik bizi yola salsın. Şirkət bizi yola salmır. Nə də deyir, Telmanın gərək razılığı olsun. Biz də verdik məhkəməyə. Sonra məhkəmə bizə qərar verdi. Qətnamə çıxartdı. Bizim burada istifadə hüququmuz, yaşamaq hüququmuz bərpa olsun. Tanınsın. Sonra o qərar da icraya göndərilib ki, icra gəlsin, bunu həll eləsin. Hələ heç kim qabağa düşüb gəlmir. Hər gündə bax bizim burada bu şəraitdə yaşayırıq. 91-ci ildən də mənim yoldaşım ev uçutunda olub vaxtilə. Bax, nə oradan xəbər var, nə buradan. Burada da bax bu vəziyyətdə biz yaşayırıq. Qurban olum sənə. Demək, burada məsələ belədir ki, orada müəyyən bir ərazi var. İsayev Telman və 2 payçıya aiddir. Əksəriyyət pay hüququ da Telman İsayevindir. Şikayətçi Yasəmən İbrahimovanın yaşadığı mənzil xüsusi mülkiyyətdə olan torpaqda yerləşir. Kupçada, yəni bildiyimiz çıxarışda onların heç bir mülkiyyət hüququ qeyd olunmayıb. Bu səbəbdən də şikayətçilərlə müqavilənin bağlanması şirkət tərəfindən mümkün olmayıb. Çünki İsayev Telman şirkətin onlarla razılığa gəldiyi təqdirdə, şikayətçilərlə müqavilə bağlayacağı təqdirdə müqavilənin etibarsız olması barədə iddia qaldıracağını bildirir və müqavilə bağlansa da torpaq sahəsinin ona aid olduğunu deyir. Bu səbəbdən də şikayətçi Yasəmən İbrahimova ilə müqavilənin bağlanması şirkət tərəfindən mümkün olmayıb. Lakin buna baxmayaraq onlara İsayev Telmanla razılıq əldə olunana qədər şirkət hesabına kirayəyə çıxarılması, daha təhlükəsiz ərazidə kirayəyə çıxarılması təklif edilib. Şirkətin bu təklifi də onlar tərəfindən qəbul edilməyib.